Vaxtınız xeyir. Bugünkü dərsimiz ədəbiyyatda Ağıllı Uşaq nağılıdır. Biri var idi, biri yox idi. Keçmiş zamanlarda bir xan var idi. Xan hər dəfə bir bəhanə eləyir, yan yörədəki kəndləri, şəhərləri talan eləyir, əhalinin var yoxunu əlindən alırdı. Xan yaşadığı şəhərə bitişik bir kənd var idi. Oranı tutmaq çox çətin idi. Çünki kənddə dünya görmüş, ağıllı qocalar xanın hilələrinə hər dəfə cavab verir, onu məğlub edirdi. Günlərin birində xan öz adamlarını başına yığıb həmin kəndi tutmaq üçün tədbir istədi. Xanın baş məsləhətçisi dedi: "Nə qədər həmin kənddə ağıllı, dünya görmüş adamlar var, oranı tutmaq çətin olacaq. Yaxşısı odur ki, əvvəlcə onları bəhanə ilə aradan götürək. Sonrası asandır." Xan bu təklifi bəyəndi. Elə həmin günü öz adamları yanına çağırtdırıb tapşırıq verdi ki, nə təhər olur olsun gedib o kəndin baş bilən adamlarını, qocalarını aldadıb bura gətirərsiniz. Xanın adamları hamısı eyni vaxtda kəndə doluşub hərəsi bir qocanın evinə getdilər. Onlar hiynəyə əl atıb dedilər: "Bizim xanımız bir məsələdə bərk çətinliyə düşüb. O ümidini sizə bağlayıb kömək istəyir. Deyir ki, bircə günlüyə mənə məsləhət vermək üçün yanıma gəlsinlər." Qocalar yarı zor, yarı xoş, əlacsız qalıb xanın adamları ilə getdilər. Xan qocaların gətirildiyini görüb əmr elədi. Hamısını zindana saldılar. Bir tərəfdə xan həmin kəndə getmək üçün atlı çağırdı, 3 alma verib dedi: "Bu almaların biri 1 illik, o biri 2 illik, üçüncü isə 3 illikdir. Almaları apararsan, o həmin kəndə cəmaatı meydana yığıb deyərsən ki, xan əmr eləyib ki, bunların neçə illik olduğunu tapsınlar. Onlara 3 gün vaxt verirəm. Tapa bilməsələr, onda kəndi talan edəcəyim. Əgər bu sirri tapan olsa, həmin adam yanıma mənim xoşladığım heyvanla gəlməlidir. Həm də o elə adam olmalıdır ki, boyca məndən hündür olsun. Mən ona aşağıdan yuxarı baxım." Çapar atlanıb xanın tapşırığını xəbər vermək üçün həmin kəndə gəldi. Cəmaatı bazar meydanına yığıb əhvalatı söylədi. Çapar almaları verib geri qayıtdı. Kəndin cəmaatı nə qədər fikirləşdi, almaların sirrini tapa bilmədi. Bu kənddə qoca bir qarının Əhməd adlı balaca nəvəsi var idi. O çox ağıllı, qoça uşaq idi. Həmin gecə Əhməd səhərə kimi yata bilmədi. Çox fikirləşdi, suallara cavab tapa bilmədi. Axırda yadına düşdü ki, bu işdə böyüklərdən məsləhət almaq lazımdır. Nənəsindən xəbər aldı ki, kəndimizdə heç qoca ağıllı kişilərdən qalan varmı? Qarı dedi: "Bala, kəndin kənarında bircə nəfər yaşı yüzü ötmüş bir qoca qalıb. Şikəst olduğu üçün xanın adamları ona aparmayıblar." Əhməd səhər tezdən durub həmin qocanın yanına getdi. Gördü bütün nurani kişidir. Bir nurani kişidir. Saç saqqalı ağappaq qar kimi, gözləri tutulub, qısları şikəst olub, yerindən tərpənə bilmir. Əhməd ədəb-ərkanla qocaya salam verdi. Onun yanına məsləhətə gəldiyini söylədi. Qoca dedi: "Oğlum, məndən nə məsləhət istəyirsən?" Əhməd xanın şərtlərini qocaya söyləyib, ondan kömək istədi. Qoca əlini alnına qoyub bir qədər fikirləşdi. Sonra sualların cavabını necə tapmağı Əhmədə öyrətdi. Axırda dedi: "Oğul, bircə sirri mən bilmirəm. Gərək onu özün tapasan. O da xanın hansı heyvanı xoşlamasıdır. Bunun üçün bircə çarə var. Gərək bir yolla xanın şəhərinə keçəsən, çox ehtiyatla, tədbirlə bu sirri öyrənəsən." Əhməd dedi: "Elə bu saat gedirəm həmin sirri öyrənməyə." Əhməd qocadan çox razı qaldı. Evdən çıxıb getmək istəyəndə həyətdə bir qoca arvadın ocaq qalamaq üçün çöp yığdığını gördü. Bu qocanın bacısı idi. Qocanın bacısından başqa heç kimsəsi yox idi. Əhməd dedi: "Ay qarı nənə, bu çöpü neynirsən?" Qarı dedi: "Oğul, odunumuz qurtarıb meşəyə gedənimiz yoxdur. Odur ki, çöp yığıram." Əhməd qarıdan balta, bir də çatı istədi. Qarı gətirib verdi. Əhməd gedib meşədən bir yekəşələ odun qırdı. Çatı ilə bağlayıb qocanın həyətinə töküb getdi. Əhməd gedə-gedə
Ürəyində fikirləşirdi, görsün nə yolla xanın sirrini öyrənsin. Elə ki, şəhərin kənarına çatdı, gördü, hər 100 addımdan bir əli qılınclı gözətçilər dayanıb. Onların yanından keçmək mümkün deyil. Amma bir qədər kənarda xanın qoyun sürüsü göy çəmənlikdə otlayır. Qoyunlar gah bu tərəfə, gah da o tərəfə keçirlər. Əhməd bunu görüb kəndə qayıtdı. Kəndlərindəki çobanın yanına gedib əhvalatı ona danışdı. Xahiş elədi ki, qoyunun birini kəssin, dərisini bütöv çıxarıb versin ona. Çoban 5 dəqiqənin içində bir yekə qoçu kəsib dərisinə bütöv çıxartdı. Əhməd dərini bir dəsmala büküb düz gəldi xanın sürüsü otlayan yerə. O bir ağacın altında qoyunun dərisinin içinə girib başladı iməkləyə sürüyə tərəf getməyə. Cəld özünü verdi qoyunların arasına gedib bir xeyli aralıda dərdən çıxdı. Dərini qatlayıb büktü yenə dəsmala. Əhməd baxıb gördü uzaqdan sürünən çobanı göy otun üstünə uzanıb çoban bayatçısı çalır. Yanında bir keçi var. Keçinin buynuzları üst başı parıldayır. Bir qədər yaxına gedib gördü, keçinin buynuzlarını qızıla tutublar. Boynuna qızıldan zınqrov taxıblar, üstünə tirmədən şal salıblar. Daha nə başınıza ağırdı? Keçini elə bəzəyiblər ki, adam baxanda məhdəl qalır. Əhməd başladı keçiyə baxmağa. Çoban onu görüb dedi, ay bala, nə çox baxırsan? Əhməd dedi, ay çoban qardaş, mən belə keçi görməmişəm, ona görə baxıram. Çoban dedi, sən bu şəhərin adamı deyilsən, bu keçini görməyən adam yoxdur. Əhməd gördü, çoban onu tanısa, işlər alınmaz. Odur ki, dedi, mən heç yerdən gəlməmişəm, elə bu şəhərdə oluram. Amma nənəm məni bu vaxta kimi evdən heç yerə buraxmayıb. Odur ki, həmin keçini də görməmişəm. Çoban dedi, bala, onda bil və agah ol, bu bizim xanın keçisidir. O uşaqlıqdan keçini çox xoşlayarmış. Həmin keçini xanın əmri ilə belə bəzəyiblər. Əhməd bu xəbəri eşidəndə sevindiyindən bilmədi neyləsin. Tez qayıtdı geri. Biraz çobandan aralanandan sonra qoyun dərisini dəsmaldan açıb, girdi içinə, özünü vurdu qoyunların arasına. Sürünə keçib gəldi öz kəndlərinə, gördü adamlar qalıblar əlləri qoyunlarında, bilmirlər nə eləsinlər. Həmin gün xanım suallarına cavab verməsələr, kəndləri əldən çıxacaq. Əhməd irəli yeriyib dedi, cəmaət mənə bir hündür dəvə, bir də keçi verin. Gedəcəyəm xanın şəhərinə, onun suallarına cavab verib kəndimizi xatadan qurtaracaqam. Əhmədin sözünə hamı gülüşdü, dedilər, bala, yəqin sənin ölümün yetib. Bəs qorxmursan ki, xanın qəzəbinə gələrsən? Əhməd dedi, mən xandan qorxmuram. Adamlar dedilər, bala, xan səni görən kimi deyəcək ki, yəqin məni ələ salıblar. Bu kənddə bir adam tapmadılar ki, mənim yanıma uşağı göndəriblər. Əhməd dedi, istədiyim heyvanları verin, dalısı ilə işiniz yoxdur. Cəmaət gördü ki, başqa əlac yoxdur. Bir hündür boylu dəvə tapıb Əhmədi mindirdilər üstünə. Bir keçinin də boğazına kəndir bağlayıb ucunu verdilər Əhmədə. Əhməd almaları da götürüb başladı xanın şəhərinə tərəf yol getməyə. Xanın adamları Əhmədi apardılar saraya. Xan Əhmədi görən kimi qəzəbləndi. İstədi onu zindana saldırsın, amma keçini görüb fikirləşdi ki, suallarımın birinə cavab tapıblar. Görək o birilərinə necə cavab verəcəklər. Odur ki, dedi, bala, mən demişdim ki, yanıma göndərdiyiniz adam məndən hündür olmalıdır. Mən gərək onunla danışanda aşağıdan yuxarı baxın. Bəs bunu niyə əməl eləmədiniz? Əhməd dedi, xan sağ olsun, məgər görmürsünüz ki, mən dəvənin üstündə sizdən çox hündürdəyim. Özü də aşağıdan yuxarıya mənə baxıb danışırsınız. Elə siz deyəndir də, xan dedi, axı sən dəvədən düşsən mənim dizimdən də aşağıda dayanarsan. Əhməd dedi, mən niyə dəvədən düşürəm ki, səndən də aşağıda duran. Xan gördü ki, uşaq hazır cavabdır. Odur ki, dedi, bala, di almaların sirrini de görək. Əhməd dedi, xan sağ olsun, sizin şərtiniz olan kimi mənim də şərtim var. Əmr eləyin, cəmatı yıxsınlar şəhər meydanını. Orada almaların sirrini açıb deyim. Xan nə qədər elədi ki, burada de, oğlan razı olmadı. Xan dedi, sən ki belə tərsinə eləyirsən, almaların sirrini düz deyə bilməsən, boynunu vurduracağım. Əhməd dedi, mən razıyam. Bəli, xan əmr verdi, şəhər meydanında taxt quruldu. Cəmaət tam sonra yığışdı. Xan da bir dəstə adamla meydana getdi. Əhməd irəliyə yeriyib dedi, xan sağ olsun, mən sualların cavabını düz tapsam, bizim kəndimizə toxunmamalısan.
Bir də zindana saldığın qocalarımızı azad eləməlisən. Tapa bilməsəm nə istəyirsən elə. Xan söz verdi ki, şərtlərlə razıdır. Əhməd bir qab su istədi. O saat gətirdilər. O almaları üçünü də suya saldı. Almaların biri çöktü suyun dibinə. İkisi qaldı suyun ortasında. İkincisi qaldı suyun ortasında. Üçüncüsü isə lap suyun üzündə üzdü. Əhməd dedi, birinci bugünkü təzə alma olduğu üçün canı şirəlidir. Ağırdır. Odur ki, çöktü qabın dibinə. İkinci alma keçən ilkidir. Bir qədər suyunu çəkib, quruyub deyə suyun ortasına qalıb. Üçüncü alma isə 3 il bundan əvvəlkidir. O tamam suyunu çəkib, yüngülləşib. Ona görə də suyun üzündə üzür. Xanın adamları gördülər, Əhməd düz dedi. Odur ki, qaldılar məhtəl. Xan fikrini dəyişmək istədi, amma gördü ki, ondan cəmaatın arasında hörmətdən düşəcək. Əlacı kəsildi. Qocaları zindandan azad elədi. Kəndə toxunmayacağını söz verdi. Əhməd qocaları götürüb öz kəndlərinə qayıtdı. Kənd cəmaatı bu şərt xəbəri eşitdi. Əhmədin qabağına çıxdı. Ona afərin deyib alqış etdi. Balaca Əhməd öz ağlı, bacarığı və tədbiri ilə kəndi xilas elədi. Göydən 3 alma düşdü. Biri nağıl söyləyənin, biri məsləhət verən qocanın, biri də Əhmədin. Çox sağ olun. Növbəti dərslərdə görüşürüz.